Hürmetli xanımlar, hər birinizi salamlayıram. Bugün düşmən taxtarından azad olunan gözəl torpaqlarda sizdən bərabər olmaqdan qürur duyuram, baxmayaraq ki, biz əlimizə silah alıb torpaqları azad eləməkdə əskərlərimizdən çiğ-çiğ ola bilmədik, amma əskər anaları kimi, bunları yetişdirən analar kimi bugün bu torpaqlarda olmaqdan və bu torpaqların da əkib becərilməsində fəaliyyətimizin daha güclü, daha səmərəli olmasında azacıq da olsa rolumuz olmasından qürur duyuruq. Salam, ilk öncə hər birinizi salamlayıram. Xoş gəlmişsiniz, hər biriniz xanımlar, sizlər də özünüzdə xoş gəlmişsiniz. Mən Çiçək Yaraylı, Zəngilan rayonunun Ağal kəndində yaşayıram. Keçmiş məcburi köçkünəm. Qürurla yaşayırıq, fəxrlə yaşayırıq öz torpaqlarımızda. Mən düşünürəm ki, biz çox gözəl, uğurlu işlərə imza atacağıq, gözəl işlər görəcəyik, qadın birliyi olaraq. Əkinçiliklə məşğul oluruq, çalışırıq öz torpağımızda, öz həyətimizi əkirik, becəririk, öz torpağımızı dəyərləndiririk. Çox sağ olun Şəxman, mənə bu şansı verdiyinizə görə. Özümü təqdim edeyim, mən Ağal kənd sakini Cəmilova Suğra, Məhəmməd Rıza qızı, mən də bu torpağın bir qızıyam. Evimizin bir qızıyam və mən də ailəmlə birgə əkinçiliklə məşğuluq. Həqiqətən işimizi sevərək edirik, bu torpağa həqiqətən könüldən bağlıyıq. İnşallah ki, sizlərin də rəhbərliyi altında çox gözəl işlər imza ataraq. Salam, hər birinizi salamlayıram. Bizi sayılır dedikdə. İmam Əlizan. Mən Heydərova Hədiqə, Polad qızı, Məhəmməd Məhəmməd kənd sakiniyəm. Özüm evdən tanımam, düzdür, təhsilim olsa da işləmirəm, amma şirniyyat pişirməklə məşğulam, şirniyyatçıyım. Burada doğulmuşam, düzdür, mən burada çıxanda 2 yaş yarım idim, amma öz övladlarımla qayıtmışam öz kəndimə. Çox sevərək də, könüllü olaraq yazılıb qayıtmışıq. Burada əkinçiliklə də məşğuluq, quş, toyuq düzədə saxlayırıq, hər bir işlə məşğuluq da, yəni əkib becərməklə belə deyək. İstəyirik ki, torpağımızı gücləndirək, qüvvətləndirək, ondan nəsə bəhrəsini görək, əziyyətimizin. Mən sizin hər birinizə uğur arzulayıram və bizim bugünkü təlimçimiz Səadət xanım Dibirovadır. Səadət xanım çox təcrübəli, uzun illərin təcrübəsini qazanmış bir mükəmməl bir təlimçidir və eyni zamanda Azərbaycanda ilk dəfə yaradılan ilk qadın kooperativinin sədridir. Mən keçən dəfəki görüşdə də demişdim, baxın, mənim 2 əlim var. Bu əlim, bu da boşdur, bu da boşdur. Bəli, bəli. Bunda da heç də yoxdur, bunda da heç də yoxdur. Amma o 2 əlim bir-birə vuranda səsi çıxır. O, Türklərin bir məsələ var, tək əlin nəsi var, 2 əlin səsi var. Kooperativdə odur ki, çox əlləri möhtəşəm bir gürültüsü var. Və biz arzu edirik ki, siz irəlidə öz möhtəşəm biznesinizlə bütün, nəinki Zəngilan, nəinki Ağalı, bütün Azərbaycana o gürültülü bir səs salasınız. Buyurun Səadət xanım. Təşəkkür edirəm Gülbəniz xanımın gözəl təqdimatına görə. Mən də istəyirəm ki, dediyim az bilsən az, amma sizi məlumatlandırım. Çünki mən elə bilirəm ki, mənim bildiklərim sizin üçün çox vacibdir. Çünki axırda biləcəksiniz ki, mənim bildiklərimi də siz bilirdiniz, amma bildiyinizi bilmirdiniz. Çünki biz də bir vaxt sizin kimi elə oturmuşduq orada, biz də təqdim edəndə deyildik ki, əkinçiliklə məşğul oluq. Ona görə deyirəm ki, təlimin axırında görüm siz eyni sözünü deyəcəksiniz. Yəni ki, fərqli bir fikirlər olacaq. Bugünkü mövzumuz da elə biznesin idarə edilməsidir. Birinci bölümümüzün adı özünə inamın inkişafıdır. Özünə inam dedikdə siz nə başa düşürsünüz? İnsan necə özünə inana bilər? Niyə özünə inana bilər? Bugün məsəl üçün mən burada auditoriyadayam. Siz müdavim ki, mən də təlimçi kimi buradayamsa, niyə buradayam? Nə deyəcəyimi bilirəm, elə deyilmi? İnanıram, bayaq da demək ki, mən inanıram ki, bu təlimin sonunda siz başqa özünüzü təqdim edəcəksiniz. Məsəl üçün, adınız necə? Çiçək xanım, Gölçək xanım özünə o qədər güvənir ki, ona artıq mövzu verməyə ehtiyac yoxdur. İstədiyiniz mövzuda xanım deyəcəkdir. Özü demişkən, 12 vərəqli dəftəri deyib doldura bilirəm. Niyə? Çünki inanır. Niyə inanır? Çünki öz təcrübələrinə güvənir. İnsanın özünə güvənməsi üçün nə lazımdır? Birinci, insana
elmi potensial lazım. Ondan sonra resurs lazım. Çok da ki o çok bilir. O çok bilir. Eğer elinde telefonu olmasaydı bildiklerini ötürebilecekti mi? İndi yaxşı, palıdı sındırmaq rahat olar yoksa daşı? Pahalı. Palıdı sındırsaz nə xeyir qazanarsınız yoksa daşı? Pahalı sanırım. İndi bunların hansı, mesela siz onların hansı olmaq istərdiniz? Daş olmaq istərdiniz? Təhlükəlidir. Hansı daha çok Faydalıdır. Yəni siz daş olmaq istərdiniz yoksa palı daş olmaq istərdiniz? Gəlin içinizdəkiləri kəşf edək. Bugününüzə gəlib çatmaqda kim ən vacib rol oynayır? Qızım, bugününüzə gəlib çatmaqda sizin həyatınızda ən vacib rolu kim oynayır? Mənim böyük bacım. Böyük bacınız. Nə kimi rol olur? Yəni hər şeydə mənə dəstək olur. Birisinin adını sadalaya bilərsiniz? İstər təhsilimdə, istər tələbə həyatımda, istər ailə həyatımda. Hal-hazırda yəni övladlarımın da təhsilində köməkliyi var. Çox gözəl. Həyatımızı niyə planlamalıyıq? Niyə planlamalıyıq? Çünki həyatda hər bir şey plan üzərindən getməlidir. İnsan bir plan qurmayanda, həyatı, yəni bir məqsəd qoymayanda qarşısına, gedib o məqsədə çata bilirlər. Amma insan bir məqsəd qoyanda, qarşısına bir istək qoyanda özünə həm öhdəliklər götürür. Öhdəliklər götürür, bunu planlayır və məcburiyyətlər yaranır. Bəli, tamamilə doğru. Misal üçün, saat 12-yə qədər yatacağınızda sənin artıq bir planın varsa, saat 6-da da uyana bilərsən. Tamamilə doğrudur. Mən özümdən götürürəm ki, gecə yerime yatanda səhər durub filan işlər görmək. Amma səhər görəsi iş yoxdursa, durmaq da istədir, durub yeməyəcəm dersin. Nəyi məndən yaxşı edən yoxdur? Gəlin sizdən başlayaq. Sizdən yaxşı edən kim yoxdur? Nəyi siz ən yaxşı edirsiniz? Öz düşüncəmə görə hər şeyi mən yaxşı edirəm. Maşallah. Özüylə razı. Sizdən məndən yaxşı edən yoxdur. Yəqin ki, yaşlı insanlarla dil tapmaq. Sizdən yaxşı edən yoxdur. Yo, arxasına, ağ yerinə. Yazırsınız ki, hansı mövzuda bacarıqlıyam. Bir dəqiqə yazırsınız, bu dəqiqə. Ora çatanlar başdakiları yığıram ha. İnsan siz bacarıqlığını bilir də, bunun fikirləşməyə ehtiyac var. Buyurun. Değerli fikirlərinizə görə hər birinizə təşəkkür edirəm. İndi gəlin baxaq, görək. Gəlin bu bacarıqlarınızı bildik, nəyi arzuluyordunuz, nəyə çatdınız, nəyə çatmadınız bildik. İndi gəlin görək, xəyallarınızla bağlı nə edə bilərik. Xəyalınızda uşaqlıqdan bəri azad olsa da, yəni şeir yazmışam. Azad. Sadəcə atamın o vaxt imkanı olmayıb deyə, yəni çıxartıra bilmirdik kitabı. Amma həmişə istəmişəm, arzusunda olmuşam ki, kitabı çıxsın, nazı yox. Hər zaman var təbii ki, hər bir insan. Amma fikirləşin gözləyin. Biznes barəsində xəyal, Yox, xəyal. Ümumiyyətlə xəyaldır. Sadəcə xəyaldır. Biz gəlin bizneslə bağlı xəyalımızı quraq onda. Bizneslə bağlı. hər dolaşma qərarda bir biznes istəyirəm, gələcək. Biznesin adı. O kitab işi ilə məşğul oluyor. Nəylə? Kitab satışı ilə kursuyum. Yəni istəyirəm ki, onu daha da Güzel. Tebrik edirəm. Sizin buyurun bizneslə bağlı təliminiz olduğu üçün bugün elə biz sizə biznesin inkişafı ilə bağlı, bizneslə bağlı xəyalınız, nə kim xəyal qurursunuz? Biznes qura. Nə hansı sahə? Sahəniz məlum olmalıdır. Siz hansı sahədə biznes qurmaq istəyirsiniz? Kaç yerin fikirləşirsiniz? Mən 5 gün sonra rahat olmaq istəyirəm. Yox, indiki xəyalınız deyil. İlk xəyalım bağça müdiri olmaq istəmişəm. Uşaqlıqda ən böyük xəyalım olub. İnşallah ki, bir gün o istəyimi tutacağım. İnşallah. Ali təhsilisiz. Yox, kollec bitirmişəm. İnşallah gələcək illərdə təhsilimi artıracağım. Subaysız. İnşallah qismət edəcək. İnşallah çox sağ olun. Sizin xəyalınız biznesdən bağlı. Qida məhsullarını satışı ilə məşğul istəyirəm. Amma sonra başlarsa bu xəyal mübarədə bir qısa bir şeirim var. Buyurun sizin xəyalınız. Özümə aid şirniyyat evirim. Çox gözəl, təbrik edirəm. İndi hər kəs öz xəyallarını danışdı.
demişdi. Yazıb yaradıbdır illərdən bəri, tökürdür ah kağıza dərdi səri. Ötən hər gün işıqlı səhəri, alır əlinə qələm, dərdli şair. Soruşsan dərdin nədir sənin şair? Bilmədən yazacaq yeni bir şeir. Şairin dərdinə yananlar deyir, səni çox yaşayır, çox yaradıcı hər. Sən çıxacaq. Mən də o şeirim, dərd əkləyən dərdim vardır, çoxdur dərdim. Həyat yolu bu dərdlərdən qalandır. Bu dünyada kim deyir ki, yoxdur dərdim, bəs bilmir ki, dünya dərddən yaranır. Fikir də dərdlidir, daş da dərdlidir, taleyin bu dərdlə barışa bilmir. Torpaq da dərdlidir, daş da dərdlidir, dil açıb dərdini danışa bilmir. Hərdən uşaqlığım düşür yadıma, həmin xəyallarla yaşayıram mən. İndi isə heç kim yetmir qadıma, dərd bütün çiynimdə daşıyıram mən. Güclü tərəfləriniz nədir? Nəyiniz var? Şirniyyat evi açmaq üçün mağazanız var mı? Zəif tərəf. Maddiyyat. Profesional ustanız var mı şirniyyat ustası? Bəli. Var. Güclü tərəfiniz. Elə deyil mi? Bəli. Ondan sonra gəlirik. Duxovkanız var mı? Var. Bişirmək üçün. Profesional tərəfiniz. Qəşəng reseptləriniz var mı? Bəs müştəri kütləniz var mı? Var. Görürsünüz nə qədər güclü tərəfləriniz var. Deməli, güclü tərəfləriniz çoxdur. Yəni, siz iş qurarkən yaraya bu güclü tərəflərinizdə, zəif tərəfinizdə saydıq ki, dükanınız yoxdur, bir də maliyyəniz yoxdur, bilirsizdə. Bunlar isə sizin zəif tərəflərinizdir. Əgər sahibkar olsanız, hansı çətinlikləriniz var? Uzun iş saatları. Gecə saat 3-də bir də mənə zəng edirlər ki, Sadət xanım mal gəlibdir, tovuzdan bəkməz gəlibdir, onu qəbul edin. Gecə saat 3-də gedib qəbul eləməliyəm. Əgər mən özüm sahibkar olsam, uzun iş saatlarım olur. Bəkməz gəlibdir, amma bəkməzin içərisində qıcqıran varsa, məsuliyyət məndədir. Çünki işçi onun dadına baxıb konfetə tökə bilər. Bir partiya bəli, orada zəhərləmə ola bilər, gəlir az ola bilər. Sonra gəldim, gəlir davamsızlığı. Danışıq aparılmışıq, tutaq ki, tovuzla bir ton bəkməz gələcək. Oradan mal gəlmədisə, sən də müştəri ilə danışmışsan ki, sizə 3 günə 10 ton konfet verəsiyik. Oradan bəkməz gəlmədi, orada nə olur? Gəlir davamsızlığı olur. Mən şirniyyata başlayanda çox, yəni, necə deyim, göndəmsiz alınırdı şirniyyatlar. Elə olurdu ki, bir şirniyyatı 10 dəfə pişirirdim, 20 dəfə pişirirdim ki, o görsəli alım, şəkili, görünüşü. Ona görə də çalışırdım dayanmadan. Artıq ki, onu tutdum, bunu eləyəcəm, öcə bilirəm də, əl örgəşibdir. Ondan sonra tənbəlləşirsən. Yeni örgənməyə heç nə yoxdur, artıq bunu örgənmişəm. Bitdi. Bir şirniyyatda ancaq o qədərdir. Sıfırdan başlayıb, o nöqtəyə çatana qədər çalışırsan. O nöqtəyə çatandan sonra dayanırsan. Tənbəlləşirəm. Bunu bilirəm, qutardım. Məncə, daha çox o demək ki, mən misal üçün özüm indiyə qədər yüzlərlə bir iş qurmuşam və heç birisi də alınmayıb. Amma hər dəfə alınmadıqda demişəm ki, növbəti dəfə alınacaq. Bu, orada onu deyir ki, uğursuz olduğum işlər məni daha çox uğurlu olmağa, daha çox tənbəl Eyni şirniyyatın 20 dəfə, 30 dəfə pişirdim, uğursuz alındığı çalışırsan ki, onu alasan. Axı da alandan sonra oturursan. Hə, tənbəlləşirsən. Tədarikçilər də var, çünki şirniyyatlar marketlərdə də satılır, şirniyyat evi də var. Biz orada bir özəllik göstərməliyik. Ən gözəl özəllik də olar ki, daha dadlı hazırlamaq və daha münasib qiymətə təqdim etmək və daha güləriz, xoş personalı təmin etmək. Necə mağazada adını test edirlər, müştərilər cəlb edirlər. Məsələn, ayranla qazanc haqqında düşünməməlisən. Ay, ilkin adımızı atmaq üçün Müştəri bax, mən sabah sizdən onsuz da alacağım bunu. Bu, indi verdiyim ipucunu evdə dəyərləndirin, yaxşı? Neyə bilərsiniz? Bir-birizə deməyin amma hələ ki. Nöqtələr olan tərəfdə. Xəttlərin hansını elə birləşdirməliyik ki, qələm çəkmək. Hər götürmədən burada 4 dənə xətti birləşdirin. Birdən çünki. Hələ götürmədən birini də çəksən 4, onu da burada qalır. Belə. Çox xətti olur. 9 nöqtəli düz xəttlər birləşdirin.
Ağır situasiyalarda həmişə o həlledici nöqtəni mərkəzdə yox, kənarda axtarmaq lazımdır. Baxın, burada kənara gəlib, burada birləşirlər, baxın. Çünki bunsuz mümkün deyil. O mümkünsüzlüyü anlamaq lazımdır ki, həmişə siz elə bilməyin ki, hər şeyin həlli sizin əlinizin altındadır. Xeyr. Elə situasiyalar var ki, buna 9-cu nöqtə deyirlər. Menecmentdə 9-cu nöqtə deyirlər buna. Həmişə belə situasiyalar olanda fikirləşin ki, çərçivədən nəsə kənara bir çıxıb, bir həll tapmaq lazımdır. Mesela o evini tutaq kirayə vermək heç necədir. Məsəl üçün də o evi verənlərin heç birisi biz yaşlı olan insanlar deyil. Hamısı yaşlı nəsil nümayəndəsidir. Heç kimə gözləyə bilməz ki, biz oradan nəsə sataq, nəsə əldə eləyək, o da gəlsin bizə şərik olsun. Onu gözləyənə qədər hazır əlində onun müştərisi var. Kirayə verib Verib kirayə pulu qazanır. Bir gecəyə onun qazandığını biz məsəl üçün 10 gün, 15 günə qazana bilmərik. Ki, bölək də onun aramızda, onun da payını, öz payımızı. 5 günə qazandığını biz ona 3 aya verə bilmərik. Yəni, indi qiymətlər elədir. Mən bir fikirləşmişəm ki, mən burada bir qadın çay qatıyım. Bəli. Qadının uşaqlarını götürün gəldim, axşam, əylənsinlər. Şirniyə pişirib, deyəsin, mən şirniyə bulaşayım. Gətir bunu burada bir. Biri xanımın çayını, nə də burada bir qazanır. Bir şey olmadı, amma onu ilərləşdirəm. Özdə mən Bakıda kənar yerdə yaşamışım. Dedi ki, sənin bu evini kim tanıyacaq ki, o boyda məşhur salonları qoyub sənin evinə gələcək. Dedim, səbirli ol, mənə bacarmazsan demə. Mənə bir dəfə sus kənarda dur və izlə. Bir ildən sonra bizim evimizdə müştəri əlindən oturmaqda yer olmadığı üçün, çünki 30 nəfər artıq sığmırdı bizim evimizdə hər gün. Mən artıq anam da işləyirdi, atam da işləyirdi, qardaşım da işləyirdi və özümə 5 xanım da götürmüşdüm ki, mənə evin içində kömək edilsin. Və biz artıq getdik, öz böyük salonumuzu açdıq ki, bizim müştərilərimiz ora yerləşsin. Sadəcə olaraq artıq ikinci salonu açmaq istəyəndə bir saniyə belə müştərimiz dayanmadığı ərəfədə bizə təklif gəldi ki, torpaqlarımız, yəni artıq Ağalı kəndi təklif verir. Gəlmək istəyirsiniz, gəlin. Siz həmin çiçəksiniz, siz həmin adamsınız. Bəli. Biznesiniz həmin biznesdir. Bəli. Burada nə dəyişib ki, siz o biznesi burada qura bilməyəsiniz? Sadəcə adaptasiya lazımdır. Bəli. Bir zaman lazımdır ki, siz orada elədiklərinizi artıq burada eləyə biləcəksiniz. Mən Beyləqandan bura təmizlik qrupları yəni. Məsələn, yaşlı insanlardır. Cavanlar iş tapa bilmir, gedir, indi ata-ana qalır da, evi yığışdırıb elə bilmirlər. Çağırılır ki, təmizlik. Hamınız bugün dediklərini fikirləşirsiniz. Bir-birinizə demədən bu biznes haqqında ideyalar fikirləşib gəlirsiniz. Sabahki kafəsinin vurulmasında biz bunu tədbir edəcəyik. İndi isə qiymətləndirməmiz lazımdır. Qiymətləndirmək gələnlər var da əlimizdə. Buyurun, bugünkü təlimin qiymətləndirməsində aparın zəhmət olmazsa olanlar sizdən Məsələn, bir qadın bəlkə də çox gözəl çanta toxuya bilir. Amma fikirləşir ki, mən o çantanı kimə satacam? Və ilk nöqtədə orada gəlib dayanır ki, kimə satacam? Sənin əlinlərə kəndi boyunca milyonlarla istifadəçisi olan sosial şəbəkə var. Instagram, Hər kəsə təşəkkür edirəm. Çox maraqlı təlim oldu və çox maraqlı ideyalarınızı gördük. Və bir təlim ərzində bu qədər transformasiya hər qruplarda görmürük biz, onu da bilirik. Və bu qrupda biz onu gördük. Yəni buna görə də mən istəyirəm ki, gəlin özümüzü almışdıq. bizi belə gözəl maarifləndirdiyinizə görə hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun.